Tam növbəti situasiyamız deyim ikinci hissə topludan 5-ci situasiyadır. Deyir, təmiz mis almaq üçün tərkibində qatı sulfat turşusu olmayan qarışıqlar olan mis qırıntıları kolbaya yerləşdirilib, üzərinə qatı sulfat turşusu məhlulu töküb qızdırılır. Bu zaman kəskin iyili qaz alınır. Reaksiya başa çatdıqdan sonra məhlulu süzüb elektroliz edirlər. Deməli, mis almaq üçün qatı sulfat turşusunu qarışığı olmayan qarışıqlar olan mislə qarışdırırlar. Deməli, o zaman burada necə olacaqdır? Biz nə edirik? Misi götürürük, qatı sulfat turşusu ilə reaksiya aparırıq. Burada biz bilirik ki, misin sulfat tuzu plus qatı sulfat turşusu pasif və orta aktiv metallarla SO2 qazı verir və su əmələ gəlir. Bizdən istədiyi nədir? Burada bunu əmsallaşdırmağa ehtiyac yəqin ki olacaqdır. Bura 1-2 atmalıyam. Bir də suyun qabağına 1-2 düşür və salam düzəlir. Bizə deyir ki, kəskin iyili qazın formulunu və beynəlxalq nomenklaturaya görə adını yazın. Deməli, burada SO2 qazıdır. Bunun beynəlxalq adı olacaqdır kükürt dioksid şəklində. Kükürt dioksid. Bu şəkildə. Misin deyir, qatı sulfat turşusu ilə reaksiyasının təmini yazıb əmsallaşdırın və müəyyən edin. Elə mən reaksiyanı yazdım, əmsallaşdırdım. Deyir, elektroliz prosesində 128 qram mis alınarsa, məhlulda neçə mol hansı maddə əmələ gəldiyini hesablayın. Deməli, burada biz boş durmuruq. Nə edirik? Mis sulfat məhlulunu suda məhluludur da elektroliz edirik. Mis metalının özü alınacaqdır. Sonra burada oksigenli turşu olduğuna görə oksigen alınacaq və sulfat turşusu çıxacaqdır. Bizdən burada istəyir ki, hansı maddə əmələ gəldiyini hesablayın. Burada əmələ gələn maddəmiz təbii ki, sulfat turşusu olacaqdır. Bunun əmsallarını hesablasaq, necə olacaq? Heç ehtiyac varmı əmsallaşdırmağa? Oksigenlərin sayını belə eləyə bilərik. Oksigenin sayı cütləşsin deyə bura 1-2. O zaman hidrogen 4 olur. Bura 1-2. Sulfatın qabağına 1-2. Hamısına 2 düşür oksigenden başqa. Mən burada görürəm ki, 64 qram, daha doğrusu 2 vur 64 qram mis alınan reaksiyada alındıqda elektrolizdən 2 mol sulfat turşusu alınır. H2SO4. Və buradan da 128 qramdır. Elə bu da 128 qramdır. Alınan maddə də 2 mol sulfat turşusudur. Bunun ardınca elə nömrə 6-ya da baxaq. Burada qeyd edir ki, müəllim təcrübə aparmaq üçün şagirdə natriumun normal duzu olan X maddəsini verdi. Şagird bu duzun üzərinə xlorid turşusu əlavə edən zaman qaz qabarcıqlarının ayrılması müşahidə edildi. Bu qaz əhəng suyundan keçirdikdə məhlulun bulanmasına baş verir. İlk öncə biz bilməliyik ki, məhlulun əhəng suyunun, yəni kalsium hidroksidin bulanmasına səbəb olan qaz karbon qazıdır. İlk öncə bunu aydınlaşdıraq. Deməli, o hansı turşuymuş ki, natriumun daha doğrusu hansı duzuymuş, karbonat duzuymuş ki, buna biz hidrogen xloridlə təsir etdikdə, burada natrium xlorid, karbon qazı və su əmələ gəlir. O zaman burada bir 2 atsam hidrogen sayını düzəltmək üçün. O zaman bura 1-2 düşür və salam. Bu şəkildə düzəlir. Bizə deyir, X duzunun və təcrübədən ayrılan qazın formulunu yazın. X duzumuz olacaqdır bizim natrium karbonat. Ayrılan qazın formulu isə CO2'dir. Bu şəkildə yazdıq. Daha sonra bizdən nə istəyir? Əhəng suyunun bulanması nəticələnən reaksiyanı yazın. Əhəng suyunun bulanmasına nəticələnən reaksiya, baxın bu reaksiyadır. Kalsium karbonat plus su əmələ gəlir. Əmsallaşdırmağa da ehtiyac yoxdur. Deyir, təcrübə zamanı götürülmüş X duzu ilə xlorid turşunun arasında tam reaksiyanın tənlini yazın və 3 mol X ilə təcrübə zamanı götürülmüş X duzu və xlorid turşusu reaksiyasının deyir yazın və neçə mol daxil olduğunu tapın deyir.
Mən normalda görürəm ki, 1 mola 2 mol turşu girirsə, 3 mola x mol girər. X də buradan bərabər olmuş olur 6 mol.